Qarabağın oyununda ən çox diqqətimi çəkən məqamlardan biri Ahmet, son oyunlar Kamilo Durandı. Xüsusilə cinaha keçəndən sonra çox təhlükəli olur. İnanılmazdır. Çox təhlükəli olur. Parlayan ulduzu demək olarmı yeni son dönəmlərdə? Məsələn, Juninho'dan sonraki, Kadi'dən sonraki Duranı. Məncə bu hələ bunun tamı deyil. Əslində, məncə onun Juninho'dan, Kadi'dən, daha əvvəllərə getsək, Vajidən, Indilovludan Kamilo Duranın fərqi bilsən nədir? Yadıma gəlir, bu studiyada biz sabahın o oyunu analiz eləyəndə, deyirdi ki, sabahın hələ gedəcəyi yol var da, oyun olaraq, potensial olaraq. Yox, söhbət. Yadıma gəlir, yox, yəni futbol olaraq söhbət gedir. Əslində o dediyimiz söhbəti bilmirəm, onlar sonradan bizi anladılar yoxsa yox. Biz sabahın o oynadığı oyunun qarşılığını deyirdik. Əslində orada yanlış anlaşılma oldu. İndi ürəklərdən Allah xəbərdardır. Hamı bilir ki, kim necə, nə ilə də danışır. Neysə, məsələ bundan ibarətdir ki, xanım, Kamilo Duranın həm yaşı çox gəncdir, həm də futbol olaraq o gedəcəyi yol var ha, hansı ki o potensialını tam açmaq söhbəti var ha. O hələ o 1, 2, 3 dəfədə bunun üstünə o oyun olaraq göstərir ki, o gedəcəyi yol hələ belə deyək də qarşıda uzun yol var. Hansı ki o karyera yolundan gedir ha, o belə ileriyə doğru atılan karyeradan söhbət gedir. Addımdan söhbət gedir. Yəni məncə Kamilo Duran hər hansı bir Qarabağdan bir kluba transfer olsa, başqa bir kluba transfer olsa, amma gedəcəyi klub önəmlidir ki, onun belə deyək də 23 yaşı var da səhv eləmirəmsə. 23-dür deyəsən. Məsəl üçün 23 yaşı var. 25-də Kamilo Duran artıq ilk 5-lik ölkələrinin çempionatlarında oynaya biləcək bir səviyyə doğru irəliləyir. Yəni bu mənim şəxsi fikrimdir. Bəli, 24 yaşı var. Kifayət qədər hələ vaxtı var. Tələsməyə ehtiyac yoxdur. Kolumbiya millisinin U20-sində də oynayıb. Əslində maraqlı bir məqam nə idi? Avrokuboklarda qolları sıralayırdı, burada vura bilmirdi. Daxili yarışlarda vura bilmirdi. Sivruzda. Bu da böyük ehtimal ki, daha çox müdafiədə keçirir rəqiblər, qapanan sıx müdafiə. Avrokuboklarda sürətli əks hücumlarda olurdu. Kamilo üçün rahat idi. Artıq onun da yolunu tapıb. Çəkilir cinaha, birə-birlərdə